Hoş gördük əziz Türk qızları. Bugünkü mövzumuz yəni uşağın tərbiyəsini nə vaxtdan başlamaq lazımdır məsələsinə aiddir. Yəni çox adam belə hesab edir ki, uşağın tərbiyəsini yaşından sonra, nə isə dərk etdikdən sonra, danışdıqdan sonra başlamaq lazımdır. Bu çox yanlış bir fikirdir. Uşağın tərbiyəsi eləcə də onun sinir sisteminə müsbət təsir edən deməli yanaşmaları uşaq doğulandan başlamaq lazımdır. Yəni uşaq körpəykən, yəni 1 yaşına qədər müddətdə ona deməli sinir sisteminin inkişafına çox müsbət təsir edən bir çox amillər vardır. Ananın uşaqla danışığı, onun səsi, onun səsindəki mülayimlik, bunlar hamısı uşağın sinir sisteminə çox müsbət təsir edir. Uşağın oxşanması, ona yatarkən laylaların söylənilməsi, uşağa demək yaxşı musiqilərin dinləndirilməsi, bunlar hamısı sinir sisteminin çox müsbət dinamikasına, müsbət dinamikada inkişafına təsir edir. Bunu yadınızdan çıxartmayın. Yəni demək ki, çox gözəl, zövqlü musiqilərin dinləndirilməsi uşaqda elə körpə yaşlarından musiqi zövqünü formalaşdırır. Eyni zamanda həm də sinir sisteminə çox gözəl təsir edir. Onun xasiyyətinə, xarakterinə belə bu gözəl musiqilərin dinləndirilməsi və laylaların musiqi şəklində uşağa eşitdirilməsi onun sinir sisteminin inkişafına və xarakterinin formalaşmasına çox müsbət təsir edir. Uşaqla demək davranış qaydaları da normal olmalıdır. Onun üstünə qışqırmaq, kəs səsini, ağlama, sus, nə bilim cürbəcür Azərbaycan mentalitetində olan qarğışlardan istifadə olunması qətiyyən yol verilən deyil. Yəni siz uşağınıza nə verəcəksinizsə, qarşılıq olaraq onu da alacaqsınız. Yəni uşağınızı xoş sözlərlə, xoş münasibətlə böyüdəcəksinizsə, böyüdükdə yəni onlar sizə qayıdacaq. Yəni uşaq tərəfindən eyni münasibətlərdə görəcəksiniz. Demək, bunları heç vaxt unutmayın. Demək, müəyyən yaşdan sonra uşaqlara nağılların danışdırılması da onların tərbiyəsinə müsbət təsir edir və bu zaman nağılları seçərkən elə nağıllar seçmək lazımdır ki, həmin nağılda uşaq hər hansı bir tərbiyəvi nəticə almış olsun. Demək ki, tutaq ki, kimsə kiməsə yoldan keçən bir yaşlı qadına kömək etdi və bu nağılı o şəkildə qurmaq olar və bu da hamı tərəfindən alqışlandı və uşaq nümunə olaraq özü üçün bu davranışı götürəcək və onun tərbiyəsinə təsir edəcək. Kimsə demək yıxılanı qaldırdı, kimsə hansısa zədələnmiş bir quşcuğazın zədələnmiş hissəsinə sarğı qoydu və bundan quş sağaldı və təşəkkür olaraq bir hardansa bir dimdiyində bir gül gətirdi, həmin uşağa verdi. Nəysə, özünüzdən də, öz fantaziyanızdan da istifadə edib uşaqlara demək nağıllar və öyrədici nağıllar söyləyə bilərsiniz. Bunlar da uşağın tərbiyəsinə çox gözəl təsir edir. Ən böyük nümunə, ən böyük örnək isə özünüz olmalısınız. Ətrafdakılarınızla olan davranışlarınız uşağın tərbiyəsinə təsir edir və bu təsiri nəzərə alaraq özdə çox böyük təsir edir. Bu təsiri nəzərə alaraq, yəni ətrafdakı şəxslərlə davranışınızda demək səbirli olmağa, nümunəvi olmağa çalışacaqsınız və yaddan çıxarmayacaqsınız ki, sizin uşağın tərbiyəsində ən böyük nümunə və örnək siz özünüzsünüz. Ona görə də deməli bunu unutmaq lazım deyil. Uşaqları döymək olmaz, onlarla kobud davranmaq olmaz, onların üstünə qışqırmaq olmaz. Hər şeyi, yəni sizi razı salmayan halları səbirlə, məntiqlə, sakit və mülayim şəkildə izah etməyə çalışmalısınız. Təşəkkür edirəm. Bu qədər. Yəni bu haqda çoxlu danışmaq olar. Ancaq yəni suallarınız olarsa ünvanlaya bilərsiniz. Cavabsız qalmayacaq. Təşəkkür edirəm mənim əzizlərim.